Paylaşdığımız sualın izahını sizlərə təqdim edirik. Ay işığında titrəyən xırda, gümüşlü dalğaları uca sahili qeyri-adi şəkildə canlandırırdı. Nümunəsinə aid olan yanlış fikirləri müəyyən edin. Yanlış fikir istəyir bizdən. Həmcisli olan təyinlər qruçya müxtəlifdir. Ümumiyyətlə, gəlin təhlil edək cümlə. Nə edirdi? Canlandırırdı. Nə? Dalğaları. Nəyi canlandırırdı? Sahili. Hansı sahili? Uca. Hansı dalğaları? Xırda, gümüşü. Buradakı ay işığında titrəyən qeyri-həmciz təyindir xırda ilə. Bunu unutmayın. Bu qeyri-həmciz təyindir və xırda təyinə aiddir. Bunu belə düşünək. Təyin təyinə aiddir. Necə, nə cür, nə tərzdə canlandırırdı? Qeyri-adi şəkildə canlandırırdı. İndi baxaq. Həmcisli olan təyinlər quruluşca müxtəlifdir. Burada həmcis olan təyinlər xırda və gümüşüdür. Cümlə üzrün quruluşca müxtəlifliyi sadə və mürəkkəb olmalıdır. Düzdür? Yəni, təyinin ifadə vasitəsi biri sadə sifət, biri düzəltmə sifətdir. Yəni, bunun quruluşu yenə də bütün hallarda sadədir. Deməli, təyinlər quruluşca müxtəlif deyil, həmcisli olan təyinlər. Qeyri-həmciz təyin mürəkkəbdir, onlar müxtəlifdir. Amma həmcisli olanlar müxtəlif deyil. Deməli, bir səhv fikirdir. Harada bir varsa saxlayırsınız, yerdə qalan çıxırıq. Zərfliklə heç bir əlaqəyə girməyən cümlə üzrünə aid təyinlərdən biri feili sifət tərkibi ifadə olunmuşdur. Zərfliklə heç bir əlaqəyə girməyən cümlə üzvləri hansılardır? Mübtəda və tamamlıqdır, düzdürmü? Yəni, bu nümunədə nə mübtədanın təyini, nə də tamamlığın təyini görürük ki, heç biri feili sifət tərkibinə ifadə olunmuyub. Deməli, 2 də səhvdir. 3 cümlə üzrünə aid təyin işlənmişdir. Bəli, baxın, təyinə aid təyin var 1, mübtəda aid təyin var 2, tamamlığa aid təyin var 3. Bu doğrudur. 3 doğru olduğuna görə 3 bizim cavabımız olmayacaq. Xəbərə aid təyin işlənmiş cümlədə idarə əlaqəsində işlənib. Bu cümlədə xəbərə aid təyin yoxdur. 4də səhvdir. Mənsubiyyə şəhidçili cümlə üzrünə aid təyinlərin ifadə vasitəsi eynidir. Mənsubiyyə şəhidçisi mübtədadır və onun da hər ikisinin ifadə vasitəsi xırda da sifətdir, gümüşü də sifətdir. Bu da doğrudur. Yəni, 3-dən 5 doğru olduğuna görə onu çıxırıq. Cavab olacaq 1, 2, 4 C variantı.